Salamlar dostlar, mən Hüseyin. Bu ilə sizlərlə birlikdə Kəpəz baş məşqçisi karyeramızın 2-ci bölümü ilə qarşınızdayım. Uşaqlar, biz yenə də Kəpəzin başındayıq. Hal-hazırda heç bir yerə getməmişik və indi yeni bir video ilə qarşınızda olacağam. Uşaqlar, bir neçə gün üçün video gəlmirdi, lakin çalışacağam ki, bundan sonra hər gün video atmağa çalışırım. Yeni videoların gəlməyi üçün ən azından bu videoya bir 15 like atsanız sevinərəm. Axırıncı videoma 22 like atmışsınız. Çox sağ olun. Bundan sonra çalışacağım ki, World Soccer oyunu oynayım. Lakin PSP futbol videoları da gələcək. Narahat olmayın. O zaman ilk maçımız olan, daha doğrusu bu bölümdə ilk maçımız olan Araz Naxçıvanla oynayacağıq idi. Biz bir baxaq görək komandamıza. Bu arada uşaqlar, mənim oyunum çökmüşdü. Mən yenidən karyeranı təzədən başlatmışdım və hər şeyi öz qaydasında etmişdim. Lakin bizə dənə Devrim Şahini transfer eləmişdim. Ondan başqa heç kimi transfer etməmişdim. Yəni biz antrenman səviyyəsinə baxaq. Antrenman səviyyəmiz 6-dır. Potensiallarımız yüksəkdir. 64K yükseltmə. Məncə yox. 64K verməyək. Ən golcumuz Patsio'dur bildiyimiz kimi. Ən fazla asist ilə Rosing Lewis'dir. Uşaqlar, o zaman Araz Naxçıvan maçına keçək. Biz sarı forma giyinəcəyik. Onlar da qırmızı formalı. Səsini alın biraz oyunun. Və maç başlasın. Görək inşallah ki, atak sırası bizə keçəcək. Rəqibimiz Araz Naxçıvandır. Güclü komandadır. İndi top bizə keçdi. Pasımızı verdik. Bir dəqiqə, indi verdim. Patsu'dadır top. Patsu bir çekiş. Bir dəfə də çəkdi Patsu. Patsu'dan zərbə olmalı. Bu yaxşı zərbə deyildi. Patsu'nun zərbəsi. İndi yenə atak sırası bizdədir. Bir dənə belə atılaq. Buradan belə bir pas. Ay. Pasımızı doğru verə bilmədik. İlk isə bitdi. İkinci isə daxil oluruq. İkinci isə başladı. Araz Naxçıvan ataka gəlir. İndi Araz Naxçıvan içərlədi. Araz Naxçıvan oyunçuları, lakin qapçımız Yusuf İmanov. İndi top Vardeska'dadır. Vardeska. Qapçı. Christian Avram topu tutmağı bacardı. Araz Naxçıvanın qapçısı. 64-cü dəqiqədəyik. Hətta artıq 80-cı dəqiqələrə doğru giririk. Və atak sırası bizə keçir yenidən. Top indi Dongo'dadır. Dongo. Nə bir hərəkət yox. Vanderson icazə vermədi. Yəni bu hesab bərabərə qalacaq maçın skoru yox. Bir dənə də ataka gəlirik. Bu səfər kimdir top? Top Patsu'dadır. Patsu biraz da ilerlə. Patsu! Ay bu Christian Avram necə də gözəl şey verir. Maç bitdi. 5 gol pozisyonumuz. Yəni biz onları sıxışdırmışıq demək olar ki. Və ligada 8-ci yerdəyik gördüyünüz kimi. Biz maçımız Sabaha qarşıdır. Mən transfer eləmək istəyirəm. Burada yəqin ki 700 yox. Yusuf İmanov'u sata bilərəm. Bir dəqiqə, mən bir dənə komandama tam dəqiq baxım. Mən bu dizilişi oynatmaq istəmirəm. Bu zirişdə məncə biz düzgün oynaya bilərikmi? Yoxsa yox. Abi zamanımız bizim çok doğru. Məncə biz transferlər eləyək ki, büdcəmizi artıra bilək. Məsələn, zamanında istifadə eləmədiyimiz kim var? Səmədov. Ümid Səmədov'u sataq. Ümid Səmədov 100K dəyər var, lakin yenə də sataq. Ümid Səmədov satıldı. Batan klubuna satıldı. Aşurov'u sataq mı? 2 dənə forvardımız var. Yox, Aşurov'u satmayaq. Arzu Atakişiyevi satacağım. Abi çünki 53 avrolu adamlardır. Raul'u gördüm ben orada. Rauf Hüseyinli daha doğrusu. Onu da satıram. Rauf Hüseyinli 400K'ya satıldı.
Və başqa kimi sata bilərik. Bir dənə baxaq. Məncə belə yaxşıdır. Bir dənə Fofana'dan da sata bilərik əslində burada. Məncə artıq Məmmədovu sataq. Raul Məmmədov. Raul Məmmədovu satacaqdım. Heç açıb Raul'u satdım. Raul Məmmədovu da 77K, 76K'ya satdıq və artıq bir transfer edə bilərik Gercan. Bizə hal-hazırda santrfor mən bir dəqiqə dizilişi dəyişirəm. Qardaş bir dəqiqə. Burada mənim istədiyim diziliş hani? Hə, baxın bu diziliş 3-2-3-2. Bu yox. Tək forward olan, bunun tək forward olan versiyası. 5 bu da yox. Bu da deyil qardaş. Hani o diziliş. Tapa bilməm. Bəli tapmışdım. (4-4-2) defansif. Basıncı normala çəkək. Yox abi, mən tapa bilmədim o formasiyonu. Qoy mən o formasiyonu tapmış olayım. Bəli, sonra dizilişimi tapdım. Bu diziliş axtardım. 4-5-1. Və beləliklə Patso qabaqda tək qalacaq. Və bu bizim atakımızı gücləndirir. Atakımızı, orta sahamızı və defansımızı. Rəqibimizin atakı 69'dur. Orta sahası 65'dir. Defansı 68'dir. Biz o zaman takım yönetimindən basıncı normala zihniyeti defansifə çəkək. Və maçımıza doğru keçə bilərik. Artıq biz sabahdan biraz olsun dirənə biləcəyik sabaha qarşı. Sabaha qarşı dirənə biləcəyik. Görək neyəcək. Bəli dostlar, reklamı çəkdim və artıq maçımıza doğru keçə bilərik. Biz mavi geyinək, daha doğrusu biz sarı geyinək, onlar qara geyinsinlər. Kəpəzi və rəqibimiz sabahdır. Bank Respublika Arenada maç başlayır. İnşallah ki bizim üstünlüyümüz olar sabaha qarşı. Görək nə edəcəyik. Artıq 30-cu dəqiqəyə daxil olduq. 35 və hal-hazırda məncə sabah daha güclü oynayır, lakin biz ataka çıxdıq. Burada top Patsu'dadır. Son anda Stas Poltlikov. Adını da deyə bilmədim. Burada indi gəlir rəqib. Safanko qol vurdu. Mitchell'sın asisti. Ay, sabah bir top vura bildi bizə. Yəni bir top məncə yaxşıdır hazırda. Dərkən ikincini vurmağa doğru gəlirlər. Zərbə və bəli, Pavel Safranko qol vurdu. Artıq dəyişikliyə əl atmalıyıq burada. Şahin daxil olsun oyuna. Devrim Şahin, əlavə Rzayev və Ohori daxil olsun oyuna. Seyidov burada defansif orta sahadır. Abi Seyidov defansif orta sahada onu qol oynasın orada. Məncə 92 overall var çünki. Və yenə sabah ataka gəlir. Bu səfər yenə pas. Bu səfər dirəkdən döndülər. Lakin atakın ikinci dalğa və yenə Safranko vurdu və 3 top buraxdıq qapımıza sabahdan. Bu biraz pis oldu. Hətta 4-cünü vurmağa gəldilər. Lakin Yusuf İmanov gözəl seyv. İndi sabah cərəyanın əsasını yenə itirdi. Abi bu Safranko kimdir bro? Necə də gözəl zərbələr indirir. Biz yeni transfer edəcəydik. Bu maçdan sonra yeni transferimizi edəcəyik. 4 top buraxdıq. Ən azından bir top burax, təsəllilik olur. 4-0 məğlub oluruq. Və Safranko'nun vurduğu 4 golla məğlub olduq. Bu biraz pis oldu və indi transfer edə bilərik. Əlimizdə 843K pul var. 65-70 filtreli transfer listəsində olan seçirik və baxırıq oyunculara. Real en 10 bana alaq məncə 1.6 milyon bomba. Bu adamı almaq üçün mən əlimdən gələn bütün pul vermək istəyirəm. Hətta hazıram. Geri gedək.
Ki adam santrfordu. Bırak. Yani bakın ona. Yok, sol kanattı. Sol kanadımız aslında var bizim. Lelesit var. Lelesit alt santrforda da oynayabilir aslında. Bir dakika. Lelesit'i bıraksaq. Nəbiyevi satsı. Hatta ona bunu da çəksək bura. Seyidov. Nəbiyev. Belə də oynaya bilər aslında. Bilmirəm. Transfer 60-65. Transfer listəsində. Hadi Saqqala baxaq. Çünki Saqqalımız 55 overalldadır. Baxaq burada kimlər var? Düskaya 1.3'er La Rosa, Stano, Ludogorets'ten Stanov, Ivanov var. Bence onu transfer edə bilərik. Və yaxud Aston Villa'dan Alisson'u transfer edə bilərik. 19 yaşı var və 870K'dır. Bizim əlimizdə o burada pul yoxdur, lakin bir cür ala bilərik. 843K təklif göndərdim, lakin Aston Villa qəbul eləmir. 820K'ya 23 yaşında var. Yani yaşı da 23 yaştan aşağı salım. Ve bizim elimize belə oyuncular verdi. Xeyr. Ben belə oyuncular istəmirəm. Bizim sağ kanadımızı alın. Səni satıram. 140 milyon piyasa değerim var. 120'ye imişliğe sattık səni. Ve artık 65-70 overall transfer listesinde aşağı olan bir oyuncu aktaraq. Robin olmaz, Vaz oynayabilir. Bir dakika, geri dönək. Burada biraz ağıllı, məntiqli düşünməliyik. Patsi oynaya bilmir burada. Burada biraz herkesten məntiqli olmaq lazımdır. Onagu sağ kanatda oynayabilir. Ve Rio. Haradadır bizim oyuncumuz transfer listesinde 25 yaştan aşağı. Robin Vaz yok. Rio Kuma ben bilen ofansif orta sahada da oynayabilir. Ben fikrimcə yok oynayabilir. Ama abi ben bu oyuncu transfer eləmək istəyirəm. Ben Rio'nu transfer eləmək istəyirəm. Ona görə Onago'nun yeri şey yok. Onago'nun yok. Şahin'i Devrim Şahin niye orada oynuyor? Abi Devrim Şahin sattık da oradan. Burada biraz çetin vəziyyətə gəlirik. Devrim Şahin'i satmalıyıq o zaman. Devrim Şahin'i sataq. Devrim Şahin. 200K değeri var. Kadromuzda en az 23K. Biz o zaman abi antrenmana bırak. Əməli başlayır ki oyuncularımız çox tez, potensialı çox tez artsın. 8 oldu bura. Ona qədər yüksəldəcəm yəqin mən bunu. Və bəli 3K pulumuz qaldı. 10 elədik buna və artıq oyuncularımız çox potensiallı oldu. Takım yönetimine göre Omagu'nun yerine öz yerine qoyaq. Bu sezonu belə idarə edəcəyik uşaqlar. Mən o zaman sezonun son maçına qədər ilerləyirəm. Sezonun son maçında, daha doğrusu biz sezonun son maçında yox. Qarabağ maçına 13-cü maça doğru gedək. 13-cü maçda da özümüz oynayacağıq. Ümumiyyətlə bütün oyunları özümüz oynayırıq. Tovuz City Stadyumda oynayırıq. Şamaxını öz evimizə qəbul edirik. Şamaxı FK'ya qarşı oynayırıq. İnşallah ki istədiyimiz qalibiyyəti əldə edə bilərik. Rəqib qırmızı vərəqə aldı. Biz artıq basıncı normal eləyək. Ofansif Şahin ataq belə, Omagul belə. Çünki çox yorğundur Lelist. Bu Lelist yerinə də ki Ohol ilə oynansalaq. Belə oynayaq. 33-cü dəqiqə dərşən ataq sırası bizdədir. İndi Fərid Nabiyevin pası. Onuga belə bir pas. Onuga zərbə çəkdi. Pas vermədi Onuga. Zərbə çəkmək istədi. İndi top bizə gəlir. Top Paçu'dadır. Paçu abi Paçu ne edirsən? Çaşdım, səhv məndəydi. Mən də Paçu'nu culalandırıram.
İlk hissə bitdi. İkinci hissədə inşallah ki Şamaxı atak şansı əldə etməz. Dərkən bizdə top. Burada pasımızı verdik. Patsu. Son anda Ricardo Fernandes. Abi niye böyle cüzürdüler? Anlayabilmirəm. Bir dənə də atak sırası ver. Bir dəfə də atak şansı ver. Və bəli verdi. Top Devrim Şahindədir. Abi niye itirdi bu topu? Mən o qədər ora get demədim axı. Mən biraz bu tərəfə doğru açılsın istədim. Abi olmadı ki belə. 0-0 Şamaxıya qarşı bərabər qalırıq. 9-cu sırada Kəpəz ilə. Mənim fikrimcə inşallah ki hər şey yaxşı olacaq. Kanalımız belədir. Devam edirik. Mən hətta bir transfer denemek istedim, lakin olmadı. Patsumu sattım. Yerine bir transfer eləyək mi? Ya da yox, ya bırak. İlerleyək. Sumqayıta qarşı oynayırıq. Maçı özümüz oynayacağıq. Kapital Bank Arena'da keçirilir bu oyun. Keffel Sarver'e kaldı. İndi topu izledi. Rosinglerist pası Patsu'ya doğru. Patsu biraz sağ tarafa atıldı. Patsu'dan bir çalım daha. Patsu son anda Mehdi. Son anda kaptı Mehdi. Sumqayıt'ın kaptısı Mehdi. İndi Sumqayıt ataka doğru. Ataka geldi. Burada top. Zərbə Yusif İmamov. Sumqayıt klubu yeniden gəlir. Zərbə Yusif. Və indi atak sahası bizdədir. Belə bir pas. Keçmədi bu pas. Keçmədi. Abi topları değerlendirə bilmirəm. Mən bilmirəm niyə. Özüm başka videosuz karyeramda çok güzel değerlendirirəm. Lakin bura satanda hiçbir şey eləyə bilmirəm videoda. Heç özüm də bilmirəm niyə görədir bu belə. 70-ci dəqiqəni keçdi artıq. Və Sumqayıt bir atak sırası onlardadır. Zərbə Yusif. Yusif bunu çok güzel oynuyor. Bütün topları əlinə almağı bacarır. Və Sumqayıt yenidən gəldi. Bu səfər yenə də Yusif. Dirəkdən qayıdan topu uzaqlaşdırmaq bacarır. Sumqayıt bugün yaxşı oynadı, lakin bizim qapıçımız Yusif İmamov gözəl oynayıb və maçın adamı seçildi. Yusif İmamov 7 puanla 9-cu sıradayıq. Demək olar ki, aşağı sıradayıq. Dərkən Qarabağ 8-ci pillədə yer alır. Qarabağ 8-ci pillədədir. Məzələnirsən qaqaş. Birinci yerdə Neftçi Bakudur. Qarabağ 10 puanla ən aşağılardadır. Biz bu gün Qarabağı udmalıyıq. Bu maç biz Qarabağı udmalıyıq. Haydi Qarabağ, yəni Avropa səviyyəli klub. Biz onları bu gün udmalıyıq. Rəqibi, yəni hamımız tanıyırıq. Qarabağda ayda çaşı Baçatlaya bastım. Ay 4 top vurdular. Abi çaşı Baçatlaya bastım mən. Allah haqqı əlimdəydi. Ama adamlar 4 tane vurdular ya bize. 4 tane vurdular. 7 puanla en azından 9-cu sırada yer alırıq, yerimizi qoruyuruq. En azından 3 xal almalıyıq. 3-4 puan alıb yenidən özümüzü yuxarı qaldırıb en azından ilk 6'lığa girməyə bacarmalıyıq burada. Biraz oyun donur, bilmirəm ya. Dondu qaldı burada da məsəl üçün. Niye donur qalır? Bax burasını heç bilmirəm. İndi yəqin açılar. Açıl daha. Şolar ben bunu açsam ondan sonra videonun kaydını açacağım. Bəli dostlar, ekran açıldı. Sən demə biraz donma var idi və bunu həll elədim və artıq geri döndüm. Karvana qarşı oynayacağıq bu oyunu. Özümüz oynayacağıq. Karvanı artıq məğlub edib 3 xal almalıyıq. Karvan klubundan 3 xal almağa çalışacağıq indi. Atak sırası bizdədir. Devrim Şahindədir top. Devrim Şahin deyil, hələ yox. Bir daha da Depar. Bir dəfə də Depar. Artıq pası yerinə yetirə bilərik. İndi top Patsu'dadır. Patsu ilerlədi biraz.
Paçu və gol. Devrim Şahin'in asistini değerlendirmeyi bacarır Paçu. 1-0 Karvana karşı üstünlüğü təşkil edirik dərkən daha indi top Paçu ikinci gol və asist yenə də Devrim Şahin. Bu adamın çox potensialı var. Devrim Şahin'dən gedir söhbət. 2-0 hələ 10-cu dəqiqəyə girmişdik biz. İndi Karvan gəldi lakin Yusuf İmanov yenidən atakdayıq və bu səfər bir dəqiqə belə bir pas verəcəm. Çox gözəl bir pas. Bir dəqiqə buradan çıxmaq lazım. Onun pasını zərbə olmadı. Ay son anda qarşısına keçdilər topun. İndi Karvan ataka gəlir. Burada tet. Ay Yusuf İmanov çox gözəl seyv. 2-0 üstünlüyümüz var Karvana qarşı. Görək nə olacaq. Və ilk isə bitdi. Və yenidən atak bizdə. Atak sırası bizdədir. Devrim Şahin. Dirəkdən partladı zərbə. Üst dirək. İndi yenidən atak sırası bizdədir. Rossing Lelist lakin Vüsal Abbasov ona icazə vermədi. Karvanın futbolçusu Vüsal Abbasov 60 neçənci dəqiqələrə artıq daxil olduq. Karvana qarşı 2-0'lıq üstünlüyümüz var və yenidən atak sırası bizdədir. Məqsəd İsayevin belə bir pası keçmədi. Məqsədin pası icazə vermədən orada Paçuya bu top keçməkdir. Karvan bizdə bir pillə yuxarımızdadır, lakin biz onları 2-0 məğlub eləyərək 3 puan aldıq. Maçın oyuncusu Paçu seçilir 8.5 dəyərləmə ilə 9-cu sırada yenə də qalırıq. Karvan bir pillə üstümüzdədir. Lakin şanssızlıq başına takım yeməyində qıda zehirlənməsi darbə vurdu. 2 oyuncu şu anda mövcud deyil. Ay bu çox pis oldu. Məqsəd İsayev və Onuqa burada zəhərləniblər. Fofana daxil olacaq ora. Fofana gəlişib bir oğlum. Yoxsa mənəm elə gəlir. Yaxşı 26'dır bir oğlum gəlişib. Burada mən hələ də bilmədim ki kapitan oradan verirlər kapitanlığı. İndi yadıma düşdü. Belə. Və bir sonraki maçımız İmişliyə qarşıdır. İmişliyi də inşallah ki məğlub etməyə bacararıq. Onlar son sıralardadır. İmişliyi məğlub edib 3 puanımızı alıb biraz üst yerlərə qalxmağa çalışacağıq. İndi Devrim Şahin yenə də bu top dirəkdə partladı. İndi top ilə Devrim Şahindədir. Demək ki atakdan bir dənə də Paçu Devrim Şahin golunu vurmağı bacarır. Burada Donqanın satışından sonra formalı qapan Devrim Şahin öz istatistiklərini artırmağa devam edir. İndi yenidən atak sırası bizdədir. Top Paçu'dadır. Paçu golunu vurmağı bacarır. Paçu 2-0 İmişliyə qarşı üstünlük. Artıq özümüzə gəldik, dirçəldik. Klubumuz dirçəlməyə başladı. Və yenidən atak sırası bizdədir. Pası yerinə yetirməyə çalışdım, lakin bu top Paçuya keçmədi. Və ilk hissə bitir, ikinci hissə başladı. İmişli hazırda 2-0 məğlub olur bizə qarşı. Artıq 70-ci dəqiqələrə doğru giririk. İmişlidən bir atak. Top Telmandadır. Telman Səmədov gol vurmağı bacarır. Lakin buradan artıq icazə verməyək onlara atak sırası gəlsin. Və bəli, Kəpəz klubumuz atak sırası bizə keçdi. Devrim Şahin. Devrimdən bir depar. Devrim. Burada 10 nömrəmizə Ohori oynadı. Ohori'nin burada çok güzel pası.
Paçu. Paçu dirək. Dönən top. Paçu. Paçu bu səfər də Natiq Quliyev. Oy 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 oy. Yenə də fərqlənə bilərdi burada Paçu, hesabı 3-1 eləyə bilərdi. Və maç bitdi. Gol pozisiyası 5. 5 gol pozisiyasının ikisini dəyərləndirib 2-1 məğlub etməyə bacarırıq imişli FK-nı. Keçək, hələ də 9-cu pillədəyik. Karvanla eyni xaldayıq. 3 xal daha alsaq artıq 7 və 6-cı pilləyə doğru yaxınlaşırıq. Bir sonraki maçımız yenə də Sumqayıtladır. Lakin bu maç kubok maçımızdadır. Yəni bizim kubok maçımızda, yəni bu həqiqətdə kubok maçı var. Oy oy oy, Adama Fofana zədələndi. Adama Fofana bir dəqiqə onun yerinə İsayev də zədəlidir hələ də. Onu qədər zədəlidir. Fofana indi bir təhər oynamalısan qardaş. Başqa seçim yolu yoxdur. Fofana başqa seçim yolu yoxdur dostum. Başqa bir seçim yolu yoxdur. Başqa bir seçim yolu, yəni başqa fikirləşə bilmirəm neyim. Atmağa gəlsən. Bəli, burada başqa nə edə bilərik? Formasiyanı dəyişə bilərik bəlkə. Üçlü stoperə dönsək. Bəlkə bir təhər çıxış yolu taparıq. Ki o da mümkünsüz bir şey görünür. Çünki Rzayev bəlkə bura ata bilərik. Rzayev o yerinə yox. Rzayev atar bura. Yox. Xeyr. Özüm də bilmirəm neyim. Vallahi özüm də bilmirəm. Çapırsın stopet də bura. Çapırsın da qoyaq da bura. Bir dənə afso da belə eləyək də. Yəni şimdi Rzayev adlı olur, lakin Jefferson ona daxil olur. Belə. Ən yaxşı belə olur. Və davam edə bilərik. İndi atak sırası bizə keçdi. Lesildədir top. Lesild bir arxava çəkdi topu. Lesilddən bir həmlə daha. Yox, belə eləməyək. Ay. Uzaqlaşdırdılar topu. İndi top Sumqayıta keçdi. Zərbə Rüstəm Əhmədzadə qolu vurmağa bacardı. 1-0, yəni orada zədələnməyimiz çox pis oldu. Artıq ilk sən sonlarına yaxınlaşırıq. Və atak sırası bizə keçdi burada. 29 nömrəmiz Vardeskamız vuracaq zərbəni. Vardeskanın zərbəsi Mehdi. Mehdidən seyv gəldi burada. İndi atak sırası yenə də bizdədir. Şahverdiyev. 7 nömrəmiz Şahverdiyev. Öz aparır hələ də Şahverdiyev. Belə bir pas. Paçudan zərbə. Mehdi Cənnətovun çox gözəl seyvlər eləyir. İndi atak sırası yenə də bizdədir. Gücümüzdür. Lakin qutarıb. Pasımız keçmədi burada. Məncə artıq gücümüzü artıra bilərik. Çünki gücümüz çox zəifdir. Nəbiyev niyə oynayır qardaş burada? Rzayevin yenə də şaşkın bura. Rzayev burada kimi yerine girmişdir Rzayev? Rzayev oynasın Murad. Neyse Rzayev oynaması da var, çıxsın. İndi atak sırası bizdədir. Biz düzələn kimi özümüzə gəldi. Şahverdiyev. Mehdi Cənnətov. Yenə də seyv eləməyi bacardı. İndi Sumqayıta keçir atak sırası. Topu almağı bacardıq. Şakir Seyidov uzaqlaşdırdı bu topu. Sumqayıt 75-ci dəqiqədə yenidən ataka gəlib. Burada onun qarşısını kəsməyi bacardıq. Və maçın sonuna doğru yaxınlaşdıq və maç bitdi. 1-0 Sumqayıta məğlub olduq Rüstəm Əhmədzadənin vurduğu qol ilə. Adam Fofana sakatlıq nedeniyle 4 həftəlik
gedir. Lakin onun yerinə zaten İsayev və Onuqa daxil olacaq oyuna. İsayev də çox yorğundur brat. Buzda biz İsayev çox yorğundur. O həmçinin Onuqa da çox yorğundur. Biz Seyidovu belə atıb dizilişi ilə dəyişək məncə. 4-4-2 yox. Üçlü dizilişə keçək. Və bu dizilişə keçək. Jefferson stoperi keç. İsayev, sağ bekimiz Şahverdiyev burada oynaya bilər. Santrforda daha doğrusu Maksad İsayevi buradan alaq. Maksad İsayevi. Bəli dostlar, belə eləyək. Sonra Nəbiyev yerinə Aşqobu əlavə eləyək bura. Nəbiyevi salaq. Rızayev əslində burada başqa cür oynada bilmərik. Bəli, başqa cür oynada bilərik. Ən yaxşı halımız belədir. Yəni zədəliylərimiz var deyə, İsayev yorğundur deyə. Sonraki qarşılaşmamız ligada, daha doğrusu Uluslar Kupada rəvanş matçı olan Sumqayıt ilə oldu. İnşallah ki bu maçda 1-0 rəvanşında yaxşı oynayarıq. İnşallah ki istədiyimiz nailiyyəti əldə eləməyə bacararıq. Turu atlayarıq. İnşallah ki 2 top vuraraq. Sumqayıtda da ataq. İndi top Yankovic'dədir. Aleksa Yankovic'dədir və topu Patio vurub uzaqlaşdırmağa bacarır. İndi təşə gedir. Ramilgomdan dirək dönən top. Ramalingom daha doğrusu 1-0 ümumi hesabda 2-0 olur. Və indi atak sırası bizə keçir. Top Jefferson'dadır. Jefferson. Olmadı. Stoperimiz Jefferson. Geldi sol taraftan ilerledi lakin olmadı. İlk hissə bitdi. Hətta ikinci hissə belə başladı. İnşallah ki ilk turdan elənmərik. Və Dərşən Sumqayıt'a yenə atak sırası verdilər. Zərbə dirək dönən top. Yusuf İmanov'da qaldı bu top. En azından bir gol vuraq. Bəli, 69-cu dəqiqə daxil oluruq. Top Paçu, daha doğrusu Aşurov'dadır. Aşurov. Şahmar Aşurov gol vurmağı bacarır. Hesab 1-1 olur. Ümumi hesab 2-1. Haydi bir atak şansı daha versinlər bizə. 80-cı dəqiqələr və Sumqayıt'a atak şansı verdilər. Bizə atak şansı vermədilər. En azından uzatma 90+4'də. Xeyr. İlk turdan Sumqayıt'a məğlub oluruq. Çox pis oldu bu. En azından bu tur keçsəydik yaxşı olardı. Qəbələyə qarşı oynayacağıq. Maçı atlaya vururam. İnşallah ki burada istədiyimiz nəticəni əldə eləyərik. 92 dəqiqə içərisində 0-0. Yəni heç bir gol pozisiyası falan olmayıb. Paçu qırmızı vərəqə alıb. 10-cu sıraya düşdük. Paçu qırmızı vərəqə alır. Onun yerinə Onuqanı oynadaq. Artıq öz sistemimizə keçə bilərik. İsayevi qoyaq bura, Jefferson. Burada hətta Nəbiyev, Fərid Nəbiyev. Onu oynatmalıyıq Aşrov yerinə. Sonra Onuaqunu görmürəm. Ay qardaşım, Onuaqu. Hə, qabaqda deyə Onuaqu. Hə, indi gördüm. Paço zaten cəzalı olduğu üçün o oynamayacaq. Nəbiyev oynada bilərik. Forwardda başqa seçənəyimiz yoxdur. Görünən odur ki, Lerisitə oynada bilərik. Bəli, Lerisitə oynada bilərik. Ohorini belə çəksək, Seyidovu öz mövqeyində oynatsaq. Zayevi orada yox. Bəli, hətta onu oynada bilərik. Ohori öz yerində daha yaxşıdır. 58-60. Yox, belə. Bəli, artıq maçımıza davam edirik. Daha doğrusu simulasiямıza və maçlara davam edə bilərik. Hardasa bu maçdan sonra yəqin ki artıq videonun sonlarına yaxlaşacağıq və yaxud da bundan sonra bir dənə də maç oynayacağıq. İndi Rosingler istədi top. Rosingler qapçı Oleg Bakov
Turanın qapıçısı. Turan Tovuz komandasının qapıçısıdır o. Hazırda 0-0'da artıq maçın ilk hissəsinin sonlarına yaxınlaşırıq. Atak sırası yenə də bizdədir. Bu səfər Devrim Şahindədir. Devrim Şahinin pası Rossing Lelis. Gol vurmağı bacarır sol kanadımız. Burada gələn pası çox gözəl dəyərləndirir. Sol kanadımız. Daha doğrusu santrforda oynayır o bu maçda. Və indi bir dəfə də atak sırası bizə keçdi. Bu səfər top Məqsəd İsayevdədir. Məqsəd İsayev. Məqsədin pası Rossing Lelis dubl edir. Rossing Lelis. Hesab 2-0 indi Turan Tovuzun atakı. Oy. Emunol Haçkuman elə zərbə indirdi ki, Yusuf İmanov heç bir şey eləyə bilmədi burada. Top yenə də Turan Tovuzdadır. Atak onlarındır. Məqsəd İsayev burada keçdilər onu. Zərbə Roberto Oleyba zərbəni çəkdi və hesab 2-2 olur. Haydi uşaqlar. Bir gol vurub 3-2-də hesabı dərkən onlar yenidən ataka gəlirlər. Burada ehtiyatlı oynamaq lazımdır. Qəşəng blok Yusuf İmanov çox gözəl seyv. Haydi indi Rossing Lelis'lə bir atak yaradaq, vursun. Qırmızı vərəq alır Turan Tovuz. Haydi. Yox. 2-2 bərabər qalırıq. 1 xal alırıq. 1 xal almağa bacarırıq Turan Tovuzdan. Lakin 15 xalımız var. 1 xal bizim azdır. Təklif gəlir burada Fərid Nabiyevə. Ay. Bizə transfer lazımdır əslində. Bizim pulumuz yoxdur. Bizə Gənc Akademisindən tez bir şəkildə oyuncu lazımdır. Gənc Akademisindən bizə oyuncu lazımdır. Dərhal. Ən böyük qabiliyyətimiz 2-0 Karvanadır. Ən böyük yenilgimiz isə Sabaha 4-0'dır. Mənə normal bir şəkildə oyuncu lazımdır. Biz burada Fərid Nəbiyevi sata bilərdik. Nəbiyev bəli 64 overall'ıdır, lakin onu sata bilərdik. 26 yaşı var idi çünki onun. Heç olmaz, Zirə ilə maçı da oynayırıq. Yəni bu maçdan sonra videomuz bitəcək. Zirənin öz stadionunda oynanır bu oyun. İndi Zirə ataka gəlir. Top Brahim Konate'də. Konate'nin zərbəsi olmadı. Yaxşı ki olmadı burada. Zərbə Bogomovski. İndi top Rossing Lelis'dədir. Rossing Lelis. Bir fən keçidi olmadı Rossing Lelis'dən. Əslində yaxşı fikirləşdi, lakin olmadı. 1-0 məğlub oluruq Zirəyə. Haydi biz kəpəzik, öz gücümüzü göstərək rəqiblərimizə. Oy. Egor Bogomovski. Deməyə sözüm tapmadım. Artıq 2 sənələr sonuna gəldik. Haydi bir atak sırası, bəli, atak sırası bizdədir. Devrim Şahindədir top. Devrim Şahin. Gördü burada 10 nömrəmiz Ohori'nin pası Devrim. Buradan kesildi. Devrim Şahin burada yanına adam aktarır, pas verməyə. Devrim Şahin! Çok güzel gol. Burada biraz sustum çünkü çok odaklandım burada. Devrim Şahin'le gol vurmağı bazardıq. 1-1. Daha doğrusu 2-1 Zirə indi yeniden ataka gəldi. Zərbə Martins Junior abi biz vurduq. Onlar cavabını dərhal verdilər. İlk hissə bitdi. İkinci hissə artıq başlayıb 60-cı dəqiqələrə doğru gedirik. İndi yeniden atak sırası bizdədir. Bu səfər top Ohori'dədir. 10 nömrəmiz Ohori'dən pas keçdi. Rossing Lelis. Çox gözəl gol. 3-2. Haydi uşaqlar geri dönüş. Geri dönüş eləyə bilərik Zirəyə. Yenədən atak verdilər. Aha, çox gözəl kurtardı bu topu. Orada Vardeska çox gözəl
sürüşdü rəqibindən və topu aldı. Qaydalar çərçivəsində aldı topu. 80-cı dəqiqəni artıq keçdi. 3-2 məğlubuq. Və bəli, maç bitdi. 3-2 məğlub olduq. Ya da hələ ki sonlandırmıram. Çünki abi mən biraz daha uzatmaq istəyirəm videonu. 40-cı dəqiqədə artıq qayıtdıq. Lakin mən Neftçi oyununda göstərmək istəyirəm. Mən Neftçi Bakı oyununda oynatmaq istəyirəm. Bir neçə maç oynayaq. Neftçi Bakıya qarşı oynayaq. Lideridir o. İnşallah ki onlardan 3 xal almağı bacararıq. Bəli, çox çətindir. 10-cu pillədəyik. Rəqibimiz isə 1-ci pillədədir və dərhal onlara atak gəldi. İndi top burada. Luis Ortiz çox gözəl aldı topu buradan və Şahverdiyev topu uzaqlaşdırmağı bacardı. İndi yenidən Neftçi atakı izləyəcəyik. Lakin Məqsəd İsayev icazə vermir. Və bu səfər atak sırası bizə keçdi. Top Onuga'dadır. Onuga. Gol vurmağı bacarır. 1-0 Neftçiyə qarşı üstünlük hal-hazırda. İndi yenidən atak sırası 45-ci dəqiqələrə giririk. Rossingleris'in qabağına doğru ötürmə. Lakin keçmədi bu ötürmə və atakımız püt oldu. İkinci hissə başlayır. Və ikinci hissə başladı. İnşallah ki burada en azı 1-2 gol vurmağı bacararıq. İnşallah ki bunu əldə edə bilərik. Rəqibimiz bəli 1-ci pillədə yer alır. Lakin niyə də olmasın ki biz onlarda 3 xal almayaq. Dərkən yenidən bir atak. Belə bir pas verdim Rossingleris'də. Rossingleris. Çox gözəl bir gol. 2-0. Neftçi Bakını 2-0 məğlub edirik. Və artıq maçın son dəqiqələrinə giririk. Və son bir dəqiqədə rəqibə atak sırası verdi. Yusuf İmanov. Və maç bitdi. 2-0 Neftçi Bakını məğlub elədik. Və 9-cu pilləyə qalxdıq. Sumqayıt düşüb əməli başlayır. Mən bir cür Fərid Nəbiyevi sata bilmədim. Heyf. Əlimizdə 3K pul var. 3K. Yəni 50-dən aşağı birinə transfer eləsəm 3K da deyil. 3K da deyil. Yəni 3K'dan da aşağı yoxdur. Mən bunu pozisiyanı hər hangi vursam ilk 11 yedəkilər benim ligi. Yoxdur. Davam edək. Bura yox. Maçımızı keçək. Araz Naxçıvanla yenədən oynayırıq. Araz Naxçıvanı inşallah ki məğlub eləməyi bacararıq və 3 xalımızı alarıq. İndi atak sırası bizdədir. Burada pasımızı verdik. Yenidən geri döndük. Yenidən ay taşdım. Pas verəcəkdim, taşım zərbə çəkdim. Neftçi və Karvan 1-1 bərabərlikdir. Artıq son maçın sonlarına keçirik. Biz məğlub oluruq. Arazda son bərabərik. Araz Naxçıvanla hələ hesab açılmayıb. İndi pasımızı verdik. Rossingleris'e indi. Rossingleris hesabı atabilir. Rossingleris. Bu adam neyinir? Rossingleris. Abi adam yargı dağıdır. Paçla artık sağalım. 45-ci dəqiqə daxil oluruq maçda. Və ikinci hissə başlayır. Araz Naxçıvanın atakı. Topu uzaqlaşdırmağa çalışaq. Haydi. Olmadı. Şöyle bir de feneri yandırın burada. Telefonda İndi Ohori keçə bilmədiklər. 1-0
məğlub edir Araz Naxçıvanı. Artıq 80-cı dəqiqələrə daxil olur. Araz Naxçıvana bir atak şansı verdilər burada. Topu Yusif İmanov seyv eləməyi bacardı. Və artıq maç bitir, maç sonlanır. 1-0 məğlub elədi Araz Naxçıvanı. Racing Race canavara çöndü. 7-ci sıraya qalxdıq. Məncə son bir maçda oynayaq və bəsdir. Bu da elə sabah maçıdır. Racing Race Ohor yerinə Patio, sən keç bura. Hətta Racing Race mən ofansif orta sahada oynatmaq istəyirəm. Seyidov oynayabilir mi orada? Seyidovun heç bir şəkildə uğurla azalmır. Qoy Seyidov oynasın. Racing Race çünki biraz ortalarda oynayanda görürəm ki, fikir verdim ki, daha yaxşı oynayır. Bu yəqin ki, videomuzun son maçı olacaq. Sabaha qarşı inşallah ki, 3 xal alıb bir pillə daha ilerləyə bilərik. İndi sabahda da atak sırası, zərbə dirəkdən döndük. Uzaqlaşdır Vardetska. Sabah yenidən ataka çıxır. Burada ehtiyatlı oynamaq lazımdır. Paul Safranko gol vurmağı bacardı. Heyf. 3-dən sonlarına yaxınlaşırıq və yenidən sabah. Bir atak daha sabahdan. Burada Məqsəd İsayevə dəydi top. Ya Məqsəd İsayevə dəydi, Farsına dəydi. Və indi bizdə də atak sırası. Top Paçu'dadır. Paçu. Kırmızı vərəqəlikdən cəzasını geri döndüyü iki maçda gol vurur Paçu. 1-1 eləyir hesab artıq 3-dən son dəqiqələri və yenidən ataka çıxdıq. Şakir Seyidov. Şakir Seyidov. Burada çox gözəl oldu attı rəqibi və 2-1 comeback eləyirik. Sabah yenidən ataka çıxır. Burada ehtiyatlı oynamaq lazımdır uşaqlar. Yusif İmanov. Və ilk hissə bitdi. İkinci hissə başladı. 2-1 Sabahı məğlub eləyirik hal-hazırda. Dərşə Sabaha bir atak. Dirək və Yusif. Top birinci Yusifə dəydi. Sonra oradan da qapı tilinə dəydi. Sabaha yenidən bir atak. Şansı. Gözəl müdafiə olunmaq lazımdır. Burada zərbə birbaşa qapıya, lakin Yusif İmanov. İndi yenidən atak sırası bizdədir. Devrim Şahin. Bir hərəkət Devrim Şahindən. Gözəl hərəkətlər. Devrimin pası Paçu olmadı. Çaşdım pas vurmağa bastım Paçu ilə. 70-ci dəqiqə daxil oluruq. 2-1 məğlub edirik Sabahı. Haydi çıxalaq Sabahdan. Dərkən Sabah ataka çıxır. Sərbəst vuruşu yerinə yetirdilər. Burada ehtiyatlı oynuyor. Aleksey İsayev vurdu golu bizə. İndi biz ataka çıxacağıq. Gol fürsəti bizdədir. Belə bir. Abi mən pasa bastım axı. 2-2. Xahiş edirəm bir dənə də atak sırası ver bizə. Yox, Sabaha verdi. Haydi penalti. Abi biz comeback elədik və onlar da bizə comeback elədilər və 3-2 məğlub olduq. 8-ci pilləyə düşdük. Utsaydıq 6-cı pilləyə qalxacaqdıq. Qarabağ, nə qayırıb Qarabağ? Oy. Liqanın 9-cu pilləsində yer alan Qarabağ geri dönüş eləyərək yenidən qalxıb ki, bu adamlar bir dəqiqə 17 oyuna 9 qalibiyyət, 8 məğlubiyyət, daha doğrusu 8 bərabərlik, 0 məğlubiyyət. Biz 6 məğlubiyyət, 6 bərabərlik, 5 qalibiyyət almışıq. Və belə dostlar, bu videoda belə sonlanır. Belə videoların tamamını gəlməyi istəyirsinizsə, xahiş edirəm kanalıma abunə olub, videoya like atmağı unutmayın. Dediyim kimi, Macer karyasının 2-ci bölümünü artıq sonlandırıram. 3-cü, 4-cü, inşallah ki uzun bir seri eləyəcəyik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxmağı unutmayın. Dediyim kimi, yeni bir videonun gəlməyi istəyirsinizsə, bu videoya ən azından 15 like atıb kanalıma da abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.